Piraşki resepti paylaşacağım. Bunun için bize lazım olacak 420 ml süt, üzerine 1 çay kaşığı şeker tozu ve yarım stəkandan biraz az ılıq su. Bunları karıştırıram. Üzerine bir yumurtanı əlavə edib karıştırıram. Ve 1 xörək kaşığı maya durur. Ve 650 gram unu da az-az əlavə edib belə qarışdırıram. Üzərinə isə 1 xörək qaşığı duz. Bunları belə əllə yoğururam. Yumuşaq xəmir alınmalıdır. Ələ yapışan yumuşaq xəmir. Və üzərinə 4 xörək qaşığı duru yağ. Elə yağla da xəmiri yığışdırıram. Baxın, belə bir yumuşaqlıqda yağlı xəmir alınır.